Salam əziz izləyicilər. Bildiyiniz kimi artıq 5 ilə yaxındır ki, Azərbaycanda sərhədlər, quru sərhədlər bağlıdır. 5 il bundan qabaq quru sərhədlərin bağlanması dünyada baş verən pandemiya xəstəliyi ilə əlaqədar idi və dünyanın böyük əksər ölkələri öz sərhədlərini bağladılar ki, o pandemiya onların sərhədlərindən ölkə daxilinə keçməsin və bu təbii hal idi. O vaxtda Azərbaycan öz quru sərhədlərini bağladı, hətta hava sərhədlərini də bağlamışdı. Sonradan son 2-3 ildir ki, artıq dünyada pandemiya yoxdur. Dünya ölkələri öz sərhədlərini, quru, hava və su sərhədlərini insanların üzərinə açmış və öz iqtisadi, siyasi, mədəni əlaqələrini dünya ilə həyata keçirirlər dünyada. Amma Azərbaycanda o vaxtdan quru sərhədlər bağlandı və bağlı da qaldı. Quru sərhəd əsasən sərhəddən istifadə edənlər əsasən sadə insanlardır. Quru sərhəd yolunun vasitəsilə insanlar xaricə inteqrasiya edirlər, xarici iqtisadi əlaqələr qururlar sadə insanlar, xırda sahibkarlar. Əsasən quru sərhəd belə halda insanların köməyinə çatır. Sərhəd yanı yerlərdə yerləşən rayonlar, sərhəddən istifadə etməklə xaricə inteqrasiya, xarici iqtisadi əlaqələr və s. məşğul olurdular. İndi onlar bütün bunlardan məhrumdurlar və bu iqtisadi əlaqələr yox dərəcəsindədir. Bu da bizim insanları iqtisadi vəziyyətinə çox böyük təsir edir. İnsanların xaricə quru sərhəd yollarından dünyaya inteqrasiya etməsi, insanların tibblə əlaqədar xarici etmələri, təhsil almalarını məhdudlaşdıran bir haldır. Və 5 ildir və bu belə bir hal baş verir, biz bunu görürük. Uzun müddətdir ki, sərhədləri bağlayanın kim tərəfindən bağlanması haqqında edilən şayələr, edilən fikirlər heç bir səmərə vermir. Heç kim bilmir bu sərhədi kim bağlayıb, kim əslində bağlamalıdır, neçə müddətə bağlamalıdır, kim buna görə cavabdehdir, kim əvvəl-axır bunu açacaq, bunu heç kim bilmir, dəqiq də bilinmir. Hamı şayə formasında bunu deyir, amma sərhədlər bağlıdır. Azərbaycanın dövlət sərhədinin bağlanması təkcə Azərbaycanın daxili işi deyil. Yəni Azərbaycan sərhədi bağlamaqla təkcə Azərbaycan vətəndaşlarına zərbə vurmur. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti sərhədləri, quru sərhədləri əsassız olaraq bağlamaqla, heç bir əsas olmadan bağlamaqla eyni zamanda qonşu ölkələrin mənafeyinə də zidd hərəkət edir. Qonşu ölkələrinə də, onların da vətəndaşlarına, iqtisadiyyatına və sair formada ziyan vurur. Çünki Azərbaycan Respublikası bir dövlət olaraq 1991-ci ilin oktyabrında müstəqillik əldə edəndən dərhal sonra qonşu ölkələrlə ümumi sərhədlə bağlı müqavilələr bağlandı, sazişlər bağlanıb, sərhəd keçid məntəqələrindən istifadə qaydaları haqqında hər iki dövlət tərəflər, yəni Azərbaycan Respublikası bir dövlət olaraq qonşu ölkələrlə müqavilələr bağlayıb, Ermənistandan başqa, yəni orada şərtlər var. Azərbaycan öhdəçilik götürüb ki, nə zaman, hansı formada Azərbaycan sərhədini keçmək olar və hansı müddətdə müvəqqəti və daimi bağlana bilər. Burada şərtlər var. Orada heç bu müqavilələrin heç birində sərhədlərin daimi bağlanması haqqında müddəa yoxdur. Müvəqqəti var. O da dövlətlər də belə bir müqavilə bağlayarkən belə bir öhdəçilik götürürlər. Öhdəçilik götürürlər, şərtlərlə razılaşırlar ki, sərhədlər müvəqqəti olaraq bağlana bilər. Bu hətta dövlət sərhədləri haqqında qanunda da var. Hansı hallarda Azərbaycan Respublikasında sərhədlər müvəqqəti bağlana bilər və hansı hallarda, hansı əsaslarla. Dövlət sərhədləri haqqında qanunun da 19-cu maddəsində qeyd olunur ki, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda Azərbaycan Respublikasının dövlət sərhəddən keçidin müvəqqəti dayandırılması, yəni karantin elan olunması mümkündür. Burada müvəqqəti yazılır, yoluxucu xəstəlik yazılır. Təbii ki, pandemiya nəzərdə tutulur. Karantin ola bilər. Qanun daha sonra yazılır. Azərbaycan Respublikasının və ya xarici dövlətlərin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliyi yayılması təhlükəsi olduqda
Təhlükəli sahələrdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırılmaqla və ya dayandırıla bilər. Məhdudlaşdırıla və ya dayandırıla bilər. Ya da Azərbaycan Respublikası dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin və materiallar, heyvan və bitki mənşəli digər məhsulları üçün karantin qoyula bilər. Bu müvəqqətidir. Yəni müvəqqəti müəyyən yalnız yolxucu xəstəliklərlə əlaqədar karantin qoyula bilər. O da xəstəliyin ölkəyə keçməməsinə əlaqədar. Bu da daimi deyil. Bu müvəqqətidir. Bu yolxucu xəstəlik yazılır, amma əslində dünyada yolxucu xəstəlik elə pandemiya yolxucu xəstəliyin daha geniş formasıdır. Daha sonra qanun yazır. Azərbaycan Respublikasının ərazisini yolxucu və heyvan xəstəliklərin yayılmasından qorumaq üçün Azərbaycan Respublikası dövlət sərhəd boyunca mal qara saxlanması və otlaqların otarılmasının qadağan edilən profilaktik zolağı müəyyən olunur. Bu zolağın enini və baytarlıq sanitariya rejiminin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən edir. Və görürsünüz, bu Dövlət Sərhədlər Qanunun 16-cı maddəsində, bu baxda 19-cu maddəsində, bu haqda deməli sərhədlərin müvəqqəti bağlaması müəyyən olunub. Amma bu təkcə bu qanunda deyil. Bu eyni zamanda dövlətlərarası müqavilələrdə həm məhz bu 19-cu maddə hər iki maddənin şərtlərini hər iki tərəf qəbul edə bilər. Daha doğrusu sərhədin bağlanması Azərbaycanın daxili işi deyil. Azərbaycan nəinki sərhəd boyu ölkələrlə müqavilələr bağlayır belə müqavilələr. Eyni zamanda həm də beynəlxalq təşkilatlarla və digər ölkələrlə Azərbaycandan sərhədcə uzaq olan ölkələrlə belə müqavilələr bağlanır və bu ölkələrin əgər Azərbaycan sərhədindən keçməsində maraqlı olmasaydılar, belə müqavilələr bağlamazdılar. Müqavilələr bağlanıb, lakin Azərbaycan bir tərəfli olaraq o müqaviləni dayandırıb. Bir tərəfli bağladığı üçün, dayandırdığı üçün Azərbaycan artıq beynəlxalq bir ölkə olaraq, dövlət olaraq beynəlxalq skandala səbəb ola bilər. Çünki günlərin bir günü bu ölkələr Azərbaycana nota, ultimatum verə bilərlər ki, bizim sizinlə olan bu müqavilə nədənsə əsassız olaraq dayandırılıb. Hələlik Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan vətəndaşı bunu dövlətdən tələb edir, bunun səbəbini öyrənmək istədiyi halda və heç bir cavab ala bilmədiyi halda günlərin bir günü Azərbaycanla sərhədlə bağlı müqavilə bağlamış ölkələr bu məsələni qaldıra bilərlər. Gördüyünüz kimi Azərbaycan dövlətinin dövlət sərhədlərinin bağlanması çox davam edə bilməz və günlərin bir günü hələlik düzdür. Hələlik bizim ətrafda olan ölkələrdir, Rusiyadır, İrandır, Gürcüstandır. Hələlik susurlar müəyyən bir səbəblərə görə, çünki gah burada müharibə oldu, gah o ölkələrdə müharibədir. Hələlik susurlar, hələlik sərhəd onların heç yadına da düşmür. Amma bizim də dövlətimiz bundan istifadə etməməlidir. Sərhədlərin bağlanması ən çox bizim vətəndaşlarımıza ziyan vurur, bizim dövlətimizin iqtisadiyyatına ziyan vurur və sahib ayaq dediyim kimi. Ona görə deməyim budur ki, sərhədlərin bağlanması təkcə Azərbaycanın daxili işi deyil, həm də onun beynəlxalq öhdəçiliyidir, sərhədlərin açılması. Sağ olun, salamat qalın.